Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən regional kollecdə geyim qaydaları ilə bağlı narazılıqlar gündəmə gəlib. İddialara görə kollecin rəhbəri Xoşqədəm Xudiyeva müəllim heyətindən ciddi geyim intizamı tələb etsə də, bu qaydaların tətbiqində bərabərlik prinsipi qorunmur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, rəhbərlik tərəfindən qeyri-rəsmi şəkildə geyimlə bağlı müəyyən məhdudiyyətlər qoyulub. Xüsusilə cins şalvar geyinən müəllimlərə qarşı sərt mövqe sərgiləndiyi, hətta bəzi hallarda yubka ilə gəlmək məcburiyyəti kimi ifadələrin səsləndiyi iddia olunur. Eyni zamanda kollektiv daxilində belə bir sual yaranır. Bu qaydalar rəhbərliyin özünə də şamil olunurmu? İddialarda qeyd olunur ki, rəhbər şəxsin geyimi ilə bağlı ortaya çıxan görüntülər və müşahidələr müzakirələrə səbəb olub. Bəzi müəllimlər hesab edir ki, etik çərçivələr və peşəkar görünüş məsələsi yalnız tabelikdə olan şəxslərə deyil, ilk növbədə rəhbərliyə aid olmalıdır. Məsələ konkret olaraq kiminsə nə geyinməsi deyil, əsas məsələ qaydaların rəsmi və şəffaf olub-olmaması, hamıya bərabər tətbiq edilib edilməməsi və rəhbərliyin öz qoyduğu prinsiplərə əməl edib etməməsidir. Əgər qaydalar şifahi şəkildə, seçici yanaşma ilə tətbiq olunursa, bu kollektiv daxilində narazılıq və etimadsızlıq yaradır. Ümid edirik ki, qeyd olunan məsələ aidiyyətli qurumlar tərəfindən araşdırılacaq və gələcəkdə bu kimi halların qarşısı daha obyektiv və şəffaf mexanizmlərlə alınacaq. Çünki müəllimdən tələb edilən intizam ilk növbədə rəhbərlikdən başlamalıdır.